Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir? Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, bu məsələ hökumətin gündəliyinə daxil edilib. Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin antisülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır. Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib. Vaşinqton anlaşmalarından sonra ABŞ-Ermənistan trip müqaviləsində layihənin icrası öz əksini tapır. ABŞ-Azərbaycan strateji tərəfdaşlıq xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur. Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll edəcəklər. İkitərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur. Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana cest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd, yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır. Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir. Paraflanan sülh sazişi layihəsində sazişin daxili qanunvericilikdən üstün olmasını əsas gətirərək, konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər. Eyni zamanda, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər. Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var. Birincisi, Paşinyanın mövqeləri güclü olsa da seçkidə qalib gəlməsi aksiyoma deyil, həmçinin seçkilərə müdaxilə force majeure situasiya yarada bilər. İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır. Tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu isbatlayıb. Bu baxımdan seçkidən öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir. Erməni diplomat Bakı-İrəvandan ərazi tələb edə bilər. ABŞ vitse-prezidenti James David Vance'in Cənubi Qafqaza gözlənilən səfəri fonunda regionda yeni risklər və narahatlıqlar müzakirə olunmaqdadır. Axar Az Musavat.com-la istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmond Marukyan video çıxışında danışıb. Marukyan bildirib ki, Vance'in səfəri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə mümkün ABŞ-İran qarşıdurması baş verərsə, Vaşinqton Ermənistan və Azərbaycanın mövqelərini öncədən dəqiqləşdirməyə çalışır. Diplomatın fikrincə, Ermənistan bu səfər zamanı daha həyati məsələləri qabartmalıdır. O xatırladıb ki, Bakı uzun illər ABŞ-dan silah ala bilmirdi, lakin hazırda bu məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. Marukyan hesab edir ki, Ermənistan ABŞ-dan açıq təhlükəsizlik zəmanətləri tələb etməlidir ki, Azərbaycanın əldə etdiyi silahlar gələcəkdə Ermənistan əleyhinə istifadə olunmasın. Marukyan eyni zamanda daha təhlükəli bir ssenariyə diqqət çəkib. Onun sözlərinə görə, Əbu-Dabidə Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunmasından sonra Bakının məhv olmuş qondarma rejim rəhbərlərinə ömürlük həbs hökmü çıxarması yeni mərhələnin başlanğıcı ola bilər. Keçmiş səfir iddia edir ki, növbəti addım kimi Azərbaycan kompensasiya adı altında Ermənistandan ərazi tələbləri irəli sürə bilər və məhz bu risk hazırda İrəvanda ən ciddi narahatlıq doğuran məsələdir.